Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti videomuz və növbəti videonun səbəbkarları olacaqlar növbəti iştirakçılar. Deməli, birinci fırçadan başlayaq. Yagi'nin silver tipidir. Yəni ki, təmiz silver tip. O buradadır. Onun öyle deyək, ölçüləri. Ben bunu üzünüzə sudan böyle azad edin. Yani budur ölçüsü falanı. Və 24 düymə silver tip, 24 millilik, çox yumşaqdır, porsuqdur. Davam edirik. Məsləhət verirəm. Əgər alsa kimsə peşman olmaz məncə. Suyu çox əlavə elədim. Növbəti iştirakçı olacaq bizdə deməli Rusiya istehsalçı olan, bilmirəm hal-hazırda bu sabunu istehsal edir yoxsa yox, Igrok MOV şirkətidir. MOW burada gördüyünüz kimi, Igrok da oyuncu deməkdir. Deməli, əsas deməli talodur tərkibi və müxtəlif ayrı bir belə deyək də içindəki müxtəlif aromatizatorlar falan, üstəgəl burada qaz piy də var. Kifayət qədər burada bir neçə növ heyvanların yağları var yoldaşlar, çox maraqlıdır. Sabunun qoxusu isə çox gözəldir, çox qəşəngdir, bərk sabundur, ağ rəngində çox qəşəng qoxusu var. Həm sabun öz iyi var, belə sabun iyi. Üstəgəl belə qəşəng aroma hissəsi var. Həmin bu sabuna aid olan deməli bu gün bizdə üzrlüsən, bizdə belə bir avtoşev də var. Özünə aid. Deməli həm sabunu, həm bu avtoşevi üzrlüsən eyni adamdan almışam. Mən Rusiyanın Vladikavkazda olan, o Yesentuki şəhərdə olan deməli Yuri Eyvazovdan almışam. Yuri, приветствую. Əgər haçansa görsən. Tiye olaraq olacaq bizdə Super Iridium bu. Birinci istifadədə. Yəni budur. Qutudan təzəsini çıxartdıq. Nə oldusa mənə. Və deməli bu yaxınlarda biz əldə etdiyimiz Orxan müəllimin vasitəsilə əldə etdiyimiz belə bir 140-dır. Lambda adlı müəssisə tərəfindən yəni təqdim olunur. O Theodoros Dragan adlı bir şəxsin əməyinin nəticəsidir. Budur Lambda. Ares V2 yaxud V2 modelin adı. Yoldaşlar, bunun testi gedir. Bir neçə günlük məndədir. Testlər sona çatanda qaytarmalıyam yəsinə. Ona görə xüsusi bu deməli test üçün mən 4 günlük saqqal buraxdım. Çünki birinci testdəyəm, birinci tirajda bu Ares V2 modeldə mən bunu biraz belə deyək də başqa blogerlərdə baxdım falan ki, bəs yumşaq qırxır, amma heç də yumşaq zad qırxmır. Necə qırxır, elə də qırxır. Pis deyil, yəni babat qırxır. Deməli, qırxmağı R41'in belə deyil, biraz mülayim formasıdır, biraz komfortlu formasıdır, amma üzdə hissiyyat komfortludur R41, amma nəticə olaraq həmin o R41 kimi qırxır məncə. Azca, bəlkə biraz azca aşağıdır, amma qalan hər şeyi R41
R41 kimi Bükil, R41 kimi qırxır. Komfortludur R41-dən, amma nəticə həmin nəticədir. Budur, tiyəni artıq yerləşdirdik. Keçək bizim sabunumuza. Sabuna biraz su əlavə eləmişdim. Belə bir qab istifadə edəcəm. Deməli, bunun burada yığılmış suyu bura boşaldıram. Fırçanı isə təmiz sudan sıxıb azad edib bu fırçaya sabun yığacağıq. Bir sekund. Ondan əlavə olaraq bu ki bizim bu arız isinsin deyənə isti suya salınım. Çaşkaya yığın biraz isti. Hazırda budur. İsti suya yığdım, qoydum qaba. Və başlayırıq buradan sabun yığmağa qabda. Adətən mən qaşıqla götürüb istifadə edirəm. Bu dəfə qabdan götürəcəyəm. Çox gözəl sabunlardır. Bu, deməli, Yuri Eyvazov müəssisədə deyəyim, nədir, özü istehsal edir. Belə əlin altında olan haqq hesablarla necəsə edir. Amma çox sağ olsun. Deməli, bu klasik tıraş üçün bu kimi sabunlarla bizi necə deyim, bizi sevindirir. Çox sağ olsun. Bu sabunları əldə etməkdə deməli Samid adlı bizim həm yerlimiz deyəsən Krasnovodskda qalır. Onun vasitəsilə gətiriblər Bakıya. Əks halda yəni ki o ki bizə avtoşevdə göndərir deyənə bu deməli post, belə poçt onların tərəfindən, Rusiya tərəfindən orada problem yaradırdı. Heç cürə göndərə bilmirdi. Zdeklə belə göndərə bilmirdi. Çox sağ olsun. Bir sözlə həm yerlilərimiz həmişə kimi belə yerlərdə bizim Azərbaycanlılar, xaricdə qalan hamıya salamlar. Əsasən də Samidə Allah razı olsun, kömək elədi, əldə etdi. Çox sağ olsun. Üst-üstə düşdü, iş yoldaşımın qohumudur. Birdən-birə gördüm ki, iş yoldaşım bilet soraqlayır bu Yessentukiya, Krasnovodskda. Mənim də qulağıma dəydi. Elə-belə soruşdum, dedim, nə məsələ, dedi, belə-belədir. Əgər mən bu Yuri ilə calaşdırsam, gedib ondan o sabunları götürə bilərmi? Sağ olsun, təşkil elədi, necəsə elədilər, əldə etdi. İnanmazsınız, artıq hazırdır, amma mən buna biraz su əlavə edim. Çox alibastır kimi alınıb, çox. Sıxlığı həddindən artıq çoxdur. Sıxlığı biraz azaldaq. Məncə hazırdır. Tez bir zamanda mən üzümü yaxalayayım, biraz yaş edim, qayıdıram yanınıza. Hazırdır yoldaşlar. Köpüğü üzümüzə keçirdirik indi. Budur yoldaşlar. Deməli Super Iridium tiyəsi birinci istifadədə 4 günlük saqqal. RS V2 modeli. Görək nə gəlir başımıza. Deməli bəzi belə mənfi məqamlar da var bu 140-da. Sonda deyəcəyəm. Başladıq. Deməli yoldaşlar, ergonomikiya qalanda deməli zahiri görünüşü superdir bu 140-nın, yəni mükəmməldir. Sanki bir də hansı heykəl taraş tərəfindən düzəldən bir 140-nın kimidir.
Mənim xoşuma gəlməyən nədir? Artıq gözə çarpandır və hiss edirəm. Qulpu yoldaşlar. Birinci tıraşda da o qədər önəm vermədim. Düşündüm ki, yox, yəni ki. Oh. Deməli, tiyə babat hiss elətdirir üzdə. O ki, 48 saatlıq saqqalda o qədər hiss olunmurdu, amma biraz uzundur deyənə, bilmirəm. Tiyə zəif deyənədir. Üz qırxanın bu arasın saqqalı dartmağı hiss olunur yoldaşlar. Hiss olunur. Üstə gəl. R41-dən birinci pərdədə. Yəni R41 qədər effektiv deyil. Yalnız və yalnız əks istiqamətə, böyümənin əksinə qırxanda, yəni ki, çox keyfiyyətli alınır. Davam edək, növbəti tərəfə keçək. Deməli, yoldaşlar, nəyi hiss elədim? Birinci tıraşdan fərqli olaraq, əlavə olaraq nə deyə bilərəm? Bu 140-nın arası ki, deməli, qapağı yoxdur, amma bu dişlərdən belə qırxsaz daha elə bir ki, effektiv olur və faydası olur, amma eyni halda, eyni zaman, deməli, siz biraz da çox tiyəni hiss edəcəksiniz. Yox, qapaqdan belə idi, yəni ki, qapağı qoyub aşağı salsız, o qırxdığı bir şey yox. Yaxşı yoldaşlar, yəni bunu nəzərdə tutun. Quruyub artıq üzüm. Burnumun altında və dodaqlarda, əsasında burnumun altına normal yerləşir və qırxmaq olur. Bir əmması var ki, çox pis, yəni ki, qabardacı səviyyədə hiss elətdirir tiyə özünü. Bu 140-da, tevaridə. Budur yoldaşlar, birinci pərdə sona yetdi. Keçirik növbəti. Deməli, pərdəyə görə nə gəldi başımıza. Tez bir zamanda üzümə köpüyü çəkin. Biraz nəmləndirin üzümü. Hazırdır. Başlayaq. Deməli, ikinci pərdə böyümənin istiqamətinin əksinə qırxacaq və böyük ehtimalla çoxlu çapıq əmələ gələcək. Çünki birinci tıraşdan həmin o, belə deyək, nəticə baş tutmuşdu, baş vermişdi. Ona görə ehtiyatla başlayaq.
Çapaqlar canlanıb yoldaşlar, gördüyünüz kimi. Deməli, görək bizim bu tıraşımız necə alındı yoldaşlar. Çox qəşəngdir, amma deməli o bir gündən bir tıraş olundum və yaxud 4 gündən bir tıraş olundum. Yenə də çapıqların sayı eynidir, yəni ki, o üz dincəlmək söhbəti filan. Bu üz qırxanda o işləmir, yəni çapıq salır. Kifayət qədər komfortludur, onu da qeyd edeyim. Sonda mən bütün öz ürəkdə yığıldığım sözləri, bu üz qırxan, sabun filan, bütün iştirakçılar haqqında nə varsa hamısını danışacağım. Amma hal-hazırda üzümü yaxalayıb, tez bir zamanda qayıdıram yanınıza. Hə yoldaşlar, yenə də sizinləyəm. Deməli, keçirik Aftaşevə. Aftaşev də özünə məxsus olan, yəni oyuncu adlı, iqrok adlı. Tərkibi Spirt IPA 18%, bilmirəm bu nədir. Koksovый su, hidrolat, bir sözlə çox mürəkkəb bir tərkibi var, mənim başım çıxmır o qədər. Amma bildiyim qədər kifayət qədər belə yandırandır. Özü nəzərə alsaq ki, biz kifayət qədər çapıq almışıq. Aha, rənginə baxaq. Rəngi ağdır. Spirti var tərkibində. Aha, indi bilinəcək nə var, nə yox. Boğazımı yandırdı. Özünə aid olan xüsusi bir qoxusu var. Amma seçilir. Qoxusu sabundan seçilir. Yəni birə-bir qoxular deyil. Yəni sabunda və Aftaşevdə. Çox təəssüflər olsun, təbii ki. Yanma hissi var buralarda, üzün bu yanlarda, boğazda, hər yerimdə və qızartılıq da əmələ gəlib artıq üzdə. Bunun effektidir. Bilmirəm, indi ümid edirəm yaxın bir neçə dəqiqə keçəcək bu effektlər. Budur iqrok adlı Aftaşev və ona aid olan sabun. Sabunun performansı necədir yoldaşlar? Sürüşkənliyi var idi, amma sanki mən suyu az əlavə eləmişdim deyənə tez bir zamanda quruyurdu və sürüşkənliyi ona görə azalmışdı. Elə deyək, suyu biraz çox etsəydim, yəni normal olardı. Fırça yoldaşlar, misal üçün Silvertip Yagi, həmçinin nazik belə zatlardır, qıllardır, porsuğun. Həmçinin Frank Shaving'in silver tipi. Yəni bunları mən artıq sübut olunub ki, bunlar dəqiq silver tipdir. Yəni ki, hansısa bir kimyavi maddələrə falana yəni məruz qalmayıb. Yəni ki, qılların öz təbii rəngidir. Həmçinin bu Yaginin silver tipi. Deməli, fərqlər nədədir? Bu daha yumşaqdır və misal üçün bunu uzun müddətli işlədirəm. Haçandan haçana ucları belə batmaq effekti azalmışdı, amma bunda tez bir zamanda həmin proses baş verdi. Çox xoşuma gəlirdi fırça. Əgər kimdəsə
haçansa puanı olsa özünü toparlayıb endirimlərə düşəndə ala bilər, məsləhətlidir, qəşəng fırçadır. Qiymətini indi buradan belə yalan deyərəm sizə, amma yenə də bu videonun altında satıcının həmin o ünvanı, həmin bu fırçanı sizə çalışaram saxlayın. Və əsas səbəbkarımız bizim deməli iridium tiyələrlə, iridium tiyələr yumuşaq tiyələrdir, kifayət qədər iti və belə deyək, konforlu bir tiyələrdir, yəni ki, tanıyanlar tanıyır. Yüksək səviyyədə olan bir tiyələrdir. Amma ona baxmayaraq, deməli 4 günlük saqqalımı yenə də dartırdı. Yəni dartır deyəndə tiyəni hiss edirdi üzümdə. Sanki R41 ilə üzümü qırxıram. Yəni ki, dediyim söz yenə də qüvvədə qalır. R41-dən çox da elə performansda seçilmir. Nəticə demək olar ki, eynidir. Burada mənim problemli yerimdə, ən çox problemli yerim, burada qalıq olur həmişə. Hamısını sıfıra bərabərləşdirdi. Üstə gəl, birə-bir R41 kimi küllü miqdarda deməli nöqtələr saxladı. Bu bunun performansı haqqında. Ergonomika haqqında yoldaşlar. Bucağı R41-də misal üçün qapaqdan qırxırıqsa burada yox. Burada artıq buradan qırxırıq. Yəni bucağı azaltsanız effektivliyi artır. Bucağı artırsanız effektivliyi azalır. Çoxaldıqda çoxalır. Bucağı azaldanda çoxalır effektivlik, bucağı yox. Bucağı azaldanda çoxalır, bucağı çoxaldanda azalır. Bilmədim mən nəyi dedim. Axır bir sözlə belə tutanda yaxşı qırxır, belə tutanda pis qırxır. Böyümə istiqamətdə. Böyümənin əksinə isə eyni hisslərdir. Yəni ki, bucağı azaldanda sanki çox götürür və yaxşı qırxır. Bir sözlə belə, R41-də tərsinədir, qapaqdan qırxırsınız. Yəni bucaq böyük olur. Burada balacadır bucaq qırxmaq üçün. Sonra ergonomikaya aid olan bir nöqsan nədir? Bu qulpu, teli, sapı xoşuma gəlmədi. Birinci sürüşkəndir, ikinci qabariti çox böyükdür, həddinə artıq, yəni çox uzundur mənim üçün. Üstə gəl, bu haqq hesabda burada arada mançelik törədir, bu belə manevr etməyə. Bunun sapı, qulpu xoşuma gəlmədi. Üstə gəl, deməli birinci tıraşdan sonra mən bu 140-anı təmizləyəndə gördüm ki, 140-an tez ləkə tutur. Baxmayaraq ki, hamarlaşdırıb güzgü səviyyəyə kimi, unutmayaq ki, bümürçdən hazırlanır. Bümürçün nə xüsusiyyəti var? Havada belə ümumiyyətlə tez bir zamanda istifadə etdikcə metal qaralır. Həmin bu proses cüzi də olsa özünü göstərdi. Birinci tıraşdan sonra uzun bir müddət bir vaxt məndə vaxt apardı ki, bunu təmizləyim. İdeal vəziyyətə, əvvəlki vəziyyətə yaxın bir vəziyyətə qaytarım. Parlaqlığı vaxt keçdikcə azalır. Yəni demək istədiyim odur. Yəni qaralma prosesi bütün bümürc materialdan, yəni metaldan olan 140-anlardakı kimi, nə ki 140-an başqa bir alətlərdəki kimi qaralır. Bu ikinci, deməli qiyməti üstündədir, kifayət ucuz deyil. Misal üçün kimsə misal üçün buna bənzər bir 140 almaq istəyirsə, elə birbaşa R41 alsın. Belə deyək də bir küllü miqdarda pulu özündə saxlamış olar. Yəni demək olar ki, eyni performans. Mən hətta R41-i daha praktik sayardım ki, nə ki bu bizim Lambdan. Amma zahiri görünüşü yoldaşlar mükəmməldir. Sanki bir heykəldir. Nə deyim, bunu bir dolaba qoyub ancaq belə baxasan. Parıldadıb silib falan, tozundan, zadından yağlayıb qoyasan, dolabda baxasan. Yəni belə bir 140-an çox xoşuma gəldi. Dahiri görünüşü. Praktik olaraq orta səviyyədə olan 140-anlar kimi özünü apardı. Yəni qeyri-adi hansısa bir dənə belə çox belə həzz aldım komfortluğundan. Yox, belə bir şey olmadı. Misal üçün həmin həzzi ala bilərsiniz siz hansı 140-anlarda. Mən misal üçün bizondan, alüminiumdan olan bizon həqiqətən də mənim çox xoşuma gəldi. Bir də Kampfe şirkətinin bir dənə bilmədim hansısa 140-anın klonu idi.
O da çox gözəl qırxdı. Çox həzz aldım qırxmağından. Amma burada o həzz falan yoxdur. 41 kimi, yəni ki, yəni siz hiss edirsiniz. Mən bunu bilirdim. Testə götürməmişdən əvvəl və ona görə yəni ki, bundan razılaşıram. Qaldı ki, dəyərini almağa dəyməz. Mən belə deyək, həvəskaram, hobbim var və s. Mən öz kolleksiyamda bunu görmək istəyərdim. Çünki məndə xəstəlikdir. Yəni ki, bu psixoloji bir momentdir. Mən istəyərdim bunu. Daha çansa Orxan müəllim desə ki, mənə baba bəs satıram, istəmədim, xoşuma gəlmir, mən həmişə buradayam, hazıram, götürəcəyəm özümə. Sağlıq olsun. Əgər belə bir iş belə bir hadisə baş versə. Amma belə sağlığına qismət çox qəşəngdir. Xoşuma gəldi. Mənə elə gəlir ki, bundan sonra bir hansısa bir testə ehtiyac yoxdur. Mən elə düşünürəm. Yox, siz istəyirsiniz, 2-3 gün bilmirəm. Siz çatdırmazsınız o vaxtda ki, niyə? Çünki mənim videolarım misal üçün çəkilir. Bir həftə, 2 həftədən sonra siz onları görə bilirsiniz. Ona görə çox güman soruşmaq da sizdən. Amma yenə də yəni problem deyil. Mən Orxan abidən xahiş edərəm. Növbəti dəfə də bizə imkan yaratsın. Haçansa hansısı gələcəkdə. Yenə də test edərik. Hansı fırça ilə istəyirsiniz edərəm, hansı sabunla istəyirsiniz edərəm ki, görək nə kimi fərqlər olacaq. Belə üz qırxandan danışdıq, fırçadan danışdıq, sabundan danışdıq, avtoşevdən danışdıq. Məncə sona çatdı. Məndən bu qədər. Videodan xoşunuz gəldisə, yoldaşlar, like qoyun videoya. Düşünürsünüzsə ki, kimin üçünsə bizim bu danışıqlar burada bu videoda maraqlı olar. Bölüşün həmin adamlarla. Komment bölməsində kommentlərinizi gözləyirəm. Yəni ki, komment elə bil ki, bu videonun birbaşa bağlantıdır, bizi istiqamətləndirir. Hansı tərəfə gedək, yəni nəyi yaxşı eləyək, nəyi pisdir bizim bu videolarda. Ona görə kommentlər yaxşı bir məqamdır. Üstəgəl də YouTube-un algoritmlara görə nə qədər çox orada komment falan, like, bölüşmə falan oldu. O qədər bizim kanalımız inkişaf edəcək. Bizim kanalda inkişaf edəndə mən nə edirəm? Sizə təşəkkürümü edirəm. Bu qədər yoldaşlar, sağ olun, gələn görüşlərə.